Salam kanalımızın izləyicilər. Bu günlər Binəqədi qəsəbəsində, İsfahan küçəsində 1,8 sotda 4 otaqlı evi sizə göstərirəm. Evin komisi quraşdırılıb, yerdən 8 daş kürsülüdür, qoşa daşla tikilib. Burada da belə həyət yan sahəsi var, maşın gibi rahat. Burada da belə var. Həyətdə belə padvan qapısıdır. Ev şəxsi tikilibdir. Qoşada tikilib. Solda koridorda zalımız yerləşir belə. Pəncərəsi üzəyitinə baxır zalım, onu qeyd edeyim. Kombin radiatorlar quraşdırılıb. Evin daxili hündürlüyü də çoxdur, 3 metrdən çoxdur. Sonra sağda bir mətbəximiz yerləşir. Mətbəx də genişdir. Sonra solda burada bir otaqdır. Bu otaq yəni 4-cü otaqdır. Burada istifadə olunmur. Amma inşallah satılanda bunun otağın aboy vurulub təhvil veriləcək. Sonra başda bir dənə böyük yataq otağıdır. Çox geniş bir yataq otağı. Harca bir 23-22 kadar var. Ölçülərinə görsənir. Bu da 3-cü yataq otağıdır. Bu yataq otağı da genişdir. Onu da qeyd edeyim, bölüm yaxınlığında 133 və 170 nömrə marşrut avtobuslar işləyir. Bu da Sanı özəlidir. Moydadır, quraşdırılıb. Çox əla evdir. Keyfiyyətli materiallar inşa olunub, təmir olunub. Bu evdə maraqlananlar aşağıda qeyd olunan nömrələrdən əlaqə saxlaya bilərlər.